İstirahət planları quran vətəndaşlarımıza, bizi izləyən izləyicilərimizə maraqlı fürsətləri mən də axtarıb tapıram. Çünki özüm də araşdırıram ki, əcəba bu qarşıdan gələn 3 ay ərzində harda, necə, bir qədər sərfəli şərtlərindən istirahət edə bilərəm, səyahət edə bilərəm. Maraqlıdır ki, Türkiyə, Montenegro üzrə tur paketlərin qiyməti kifayət qədər yüksəkdir və bəzən də onun almağa insanın imkanı çatmır. Amma alternativ könül rahatlığı ilə istirahət edə biləcəyimiz Avropa ölkələri və Avropa turları var, dəyərli izləyicilər. Nə var? Demək, mən araşdırdım. 599 avroya Avropada kruiz turu var. Bəli, tur Romadan başlayır. Romaya da nəzərə alsaq ki, biletlərin qiyməti 85 manatdan başlayan aviabiletlər var. O zaman nəzərə almaq olar ki, bura getmək mümkündür. Avropanın bir-birindən məşhur şəhərlərini eyni anda gəzəcək, dənizlərində günəşlənərək isə xatirələrinizə unudulmaz anlar bəxş edə bilərsiniz. Baxın, turun paketin mən qiymətini öyrənmişəm və hansı ölkələrə əhatə edəcəyini öyrənmişəm, dəyərli izləyicilər. Demək, söhbət ondan gedir ki, 23 iyun 2025-ci il tarixindən, yəni 23 iyundan 7 gecə 8 gün Liner MSH Orşetra, İtalyanın Roma, demək sonra Cagliari, Genuya, Fransanın Marsel, İspaniyanın Barcelona və Ibiza şəhərlərinə demək nəzərdə tutulub. Qiymətə aviabilet və viza daxil deyil. Ətraflı məlumat və viza dəstəyi üçün isə siz EC Group Travel-a müraciət edə bilərsiniz. 10 ildən çox təcrübəyə malik olan EC Group Travel şirkəti ilə xəyallarınıza doğru addımlayın deyirəm. 055 255 24 45 nömrəsinə zəng edərək isə bu tur paketə sahib ola bilərsiniz. 599 avro hesablayın manatla nə qədər edir və onunla bu Avropa turunu gerçəkləşdirmə imkanı var. Nəzərə alsaq ki, onun içərisində Roma var, Cagliari var, Genuya var, sonra Marsel var, Barcelona var və Ibiza var. Amma xatırlatmaq istəyirəm ki, qiymətə aviabilet və viza daxil deyil. Vizanız varsa, aviabiletin də qiymətini aşağı-yuxarı təxmin edirsiniz. Çünki Pegasus'dan da 85 avrodan, 85 manatdan başlayan qiymətlər də vardır, dəyərli izləyicilər.